Salam. Biz erkən feodalizm dövrü, yəni 5-11-ci əsrlərdə mövcud olan 8 türk dövlətini öyrəndik. Bugünkü mövzumuzda isə klassik feodalizm dövründə mövcud olmuş türk dövlətlərini öyrənəcəyik. Klassik feodalizm dövrü deyəndə 11-ci əsrdən 15-ci əsri əhatə edir. Yaxşı, ilk olaraq başlayırıq Səlcuq türk dövlətindən. Səlcuq türk dövləti, deməli, Oğuzların qınıq boyundandır. Yaranıb 1038-ci ildə, süqut edib 1157-ci ildə. Paytaxtları Nişapur, Rey və İsfahan şəhəridir. Yaxşı, əsas hadisələrindən danışaq. Toğrulun dövrü 1038-1063. Toğrulun dövrü ümumiyyətlə 1038-1063-dür, amma Sultan Toğrul olaraq desək 1040-1063-cü ilə götürəcəyik. Səlcuqlar, yadınızda biz Qəznəli dövlətini keçəndə orada Mahmud Qəznəli var idi. Mahmud Qəznəli icazə vermişdi ki, Səlcuqlar gəlsin Qəznəlilərin torpaqlarında məskunlaşsınlar. Sonra bu Oğuz türkləri, yəni qınıq boyundan olan Səlcuqlar artıq müstəqilləşmək istəyir. Müstəqilləşmək istəyəndə Mahmud Qəznəli buna icazə vermir və ölkəsindən qovur. Bunlar da gedir 1028-ci ildə Rəvadi hökmdarı Vəssutanın icazəsinə Rəvadilər ərazisində məskunlaşır və hərbi qüdrətləri həm bizim Azərbaycanda, yəni Rəvadilər dövlətinə köməklik edirlər, hərbi gücləri artır, həm də özlərinin hərbi gücü artmış olur. Və Toğrulun başçılığı ilə 1038-ci ildə Nişapuru, yəni Nişapur Xorasan ərazisidir. Nişapuru işğal edir və paytaxtı Nişapur edərək Səlcuq dövlətinin əsasını qoyur. Demək, dövləti kim yaradıb? Toğrul. Amma Sultan Toğrul dövləti yaratmayıb. Sadəcə Toğrul deyirik yaradıb. Sonra nə olur? 1040-cı ildə məşhur Dəndənəkan döyüşü baş verir. Dəndənəkan döyüşü bir tərəfdə Səlcuqlar, bir tərəfdə isə Qəznəli dövlətidir. Qəznəli dövləti məğlub olur, Səlcuq dövləti qalib gəlir. Qəznəlinin başçısı Toğruldur. Səlcuqun başçısı Toğruldur. Qəznəlinin başçısı isə Məsud Qəznəlidir. Mahmud deyil, Məsud Qəznəlidir. Dəndənəkan döyüşünün nəticəsində bütün Xorasanı işğal edirlər Səlcuqlar və Mərkəzi Asiyada güclənmiş olurlar. Dəndənəkan döyüşündən sonra yenə eyni ildə Mərv qurultayı keçirilir. Bu qurultayda qərara alınır ki, qurultay bir yığıncaqdır və yığıncaqda qərara alınır ki, yeni işğallar olsun şərq istiqamətə və qərb istiqamətə olsun. Bu qurultaydan sonra 1040-cı ildə yəni Toğrula artıq Sultan titulu verilmiş olur. Yəni Dəndənəkan döyüşünün özü, Nişapurun tutulması Sultan Toğrula yox, sadəcə Toğrula aiddir. Sultan Toğrulun dövrü bayaq qeyd etdiyim kimi 1040-1063-cü illəri əhatə edir. 1054-cü ildə Səlcuqlar həm Şəddadiləri, yəni Şəddadi hökmdarı Şavuru, daha sonra Rəvvadi hökmdarı Vəssudanı və Tiflis müsəlman əmirliyini asılı hala salır. Yəni xərac almaqla kifayətlənir. Asılı hala salır, süquta uğratdırmır. 1055-ci ildə isə Bağdadı işğal edərək Abbasi xilafətini asılı hala salır. Abbasi xilafəti deməli Səlcuqlardan 11-ci əsrin ortalarında asılı vəziyyətə düşmüşdür, sonunda deyə bilərik. Abbasilərin bundan sonraki hakimiyyəti sadəcə siyasi yox, dini hakimiyyəti qalmış olur. Çünki bütün hakimiyyət kimin əlinə keçir? Toğrulun əlinə. Və Abbasi xəlifəsi Toğrulu adlandırır Şərqin və Qərbin hökmdarı. Bu oldu Toğrul. Toğruldan sonra hakimiyyətə gəlir Alp Arslan. Alp Arslanın dövrü 1063-1072-ci ildir. Toğruldan bir sözü demədik. 1043-cü ildə paytaxtı Rey şəhərinə köçürür. Deməli, həm Nişapuru paytaxt edən, həm də Reyi paytaxt edən Toğruldur. Sultan Toğruldur. Görək, Alp Arslan neyinir? Yaxşı. Alp Arslanın dövrü 1063-1072-ci illərdədir. Alp Arslanın dövründə 1065-ci ildə Rəvvadi dövlətinə son qoyulmuşdur. Artıq son qoyur. Demək, asılı hala salan Toğruldur, son qoyan Alp Arslandır. 1066-cı ildə Şirvanşah hökmdarı 1-ci Fəribrüzü, bu arada 1-ci Fəribrüz deməli Kəsranilər sülaləsinin nümayəndəsidir, yadınızda saxlayın. Şirvanşahları başçısı 1-ci Fəribrüzü asılı vəzdə salır. Rəvadilərə son qoyur, amma Şirvanşahları asılı vəzdə salır. 1071 ən məşhur döyüş
Malazgirt savaşı baş vermişdir. Malazgirt döyüşü bir tərəfdə Səlcuqlar, digər tərəfdə isə Bizans olmuşdur. Səlcuqlarda başçısı Alparslandır, Bizansda isə 4-cü Roman Diogendir. Diogen və Bizans dövləti məğlubiyyətə uğramışdır. Səlcuqlar qalib gəlmişdir. Nəticəsi Kiçik Asiyada ərazilər işğal olmuşdur, Səlcuqların tabeliyinə keçmişdir və Anadolunun bir hissəsi, yəni cənub-şərqi Anadolu keçmişdir Səlcuqların əlinə. Deməli, Dəndənəçan döyüşündə Mərkəzi Asiya, Malazgirt döyüşündə Kiçik Asiya. Bunu qarışdırmayın. Yəni Malazgirt döyüşündə Mərkəzi Asiya deyil, mummu üst-üstə düşməyəcək. Yaxşımı? Anadolunun bir hissəsi, yəni cənub-şərqi Anadolu keçir Səlcuqların əlinə. Necə olur ki, Səlcuqlar qalib gəlir? Deməli, Bizansın tərkibində olan bəzi türk tayfaları, hansı ki Oğuzlar və Peçeneglər anlayır ki, biz türk dövləti ilə savaşa girmişik. Buna görə Oğuz və Peçeneglər keçir Səlcuqların tərkibinə və nəticədə Alparslan qalib gəlmiş olur. Və nəticəsi olaraq deyir ki, eyni zamanda Bizans Alparslana xərac ödəməyi öz öhdəsinə götürür. Deməli, 1071 Malazgirt döyüşünün nəticəsi olaraq Bizans, 1066 Şirvanşahlar, 1054-cü ildə isə, bayaq qeyd elədik, Rəvadilər və Şəddadilərdən yenilmişdir. Səlcuqların asılı vəziyyətə düşərək xərac ödəməyi qəbul etmişlər. 1070 bu birdir. 1072-ci ildə isə Alparslan yürüş etmək istəyir Qaraxanların üzərinə, amma yolda ölür və yəni bu yürüş yarımçıq qalır. Hakimiyyətə Alparslandan sonra gəlir 1-ci Məlikşah. Məlikşahın hakimiyyət dövrü 1072-1092-ci ildədir. Görək Məlikşah nə edib? Məlikşah ən qüdrətli hökmdarıdır. Bunun dövründə islahat keçirmişdir. Hərbi islahat və ticarət islahatı. Hərbi islahatına əsasən tayfa müxtəlifliyi prinsipi yaranır. Yəni tayfaya sırf qabiliyyəti olanları götürürlər. İrsiliklə yox, tayfa müxtəlif prinsipi əsasında qurulur. Hərbi islahatına əsasən. Ticarətdə isə bəzi tacirləri vergi və mükəlləfiyyətlərini azaldır. Yəni bəzi tacirləri vergi mükəlləfiyyətlərini azaltmış olur və ən əsası vahid, ölçü, çəki və pul sistemini yaradır. Vahid, ölçü, çəki, pul sistemini biz harda öyrənmişdik? Sinşuyan didə. Deməli, Sinşuyan didən sonra ikinci dəfə bu islahatı keçirən kim oldu? Məlikşahdır, ortaq xüsusiyyətidir. Daha sonra bunun dövründə 1072-ci ildə Qaraxanlıları, yəni belə deyək də Alparslanın edə bilmədiyini Məlikşah etmişdir və Qaraxanlıları tabe edə bilmişdir. Eyni zamanda 1073-cü ildə paytaxtı Reydən İsfahan şəhərinə köçürmüşdür. Bəzən o belə deyək, hal şəkillərində fikir verin. Reyə köçürən deməli Toğruldur. Reydən köçürən, yəni Reydən İsfahana köçürən isə Məlikşahdır. Məlikşahın dövründə, həm də Alparslanın dövründə bir vəzir var. O vəzirin adı belədir. Nizamül Mülk. Həm Alparslanın, həm də Məlikşahın vəziri olmuşdur. Daha sonra Məlikşahın dövründə Konya, Ankara, eyni zamanda Suriya və Fələstin əraziləri işğal edilmişdir. Makedoniya, İskəndərin, nə bilim, Misir fironlarının ortaq xüsusiyyətidir. Suriya Fələstinin işğal edilməsi. Yaxşı, bu da oldu Məlikşah. Artıq 1792-ci ildə Məlikşah vəfat edir, yəni 11-ci əsrin sonunda. Məlikşahın ölməyindən bir müddət sonra Nizamül Mülk də vəfat edir. Demək, bu ikisinin vəfatı bir. İkincisi olaraq isə deyirik ki, 1096-1099-cu ildə Xaçlı səlib yürüşləri, yəni Avropalıların bu türklərin üzərində yürüş etməsi artıq Səlcuqları zəiflədir və sonuncu Səlcuq sultanı ilə danışaq, Səlcuq dövlətini bitirək. Bir də Məlikşahın dövründə həmişə sizlərdə yadıma düşür, ən çox iqta paylayan hökmdar desələr hansıdır, yəni sultan hansıdır, deyəcəksiniz ki, Məlikşaha aiddir. Gəlirik Sultan Səncərin dövrünə. Sultan Səncər artıq onun dövründə demək olar ki, dövlət zəifləyir və Səlcuq dövləti parçalanmış olur. Sultan Səncər 1118-1157. Deməli, bunun dövründə Qaraxanlılar və Qəznənilər üzərində qalibiyyətləri var. İkisi də məğlubiyyətə uğradır. Amma gəlir, Qarakitaylara məğlub olur. Əhali də deyir ki, sən bir tayfiyə belə qalib gələ bilmirsənsə, deməsən dövləti idarə edə bilməzsən. Qarakitayları harada eşitmişdik? Qarakhanlarda. Qarakitaylar həm Qaraxanlardan, həm də Səlcuqlardan mübarizə aparmışdır. Və Sultan Səncərin hakimiyyəti dövründə
Konya Sultanlığı. Ümumiyyətlə Səlcuq dövləti birinci, iki hissəyə parçalanır. İraq Səlcuq Sultanlığı, sonra Səlcuq. Daha sonra isə yenə də parçalanır. Konya, İraq, Səlcuq Sultanlığı, Xarəzm, burada Xarəzm şahları demək olar ki, müstəqilləşir və digər bir neçə atabəylərin özü də Səlcuq sultanlarından parçalanmış olur. Demək, Səlcuq dövlətində nə var? İqta torpaq mülkiyyət forması var və uc var. Uc nədir? Uc sərhədləri qoruyanlara uc torpaqlar verilir. Yəni bu hər ikisi torpaqdır. Və bunun rəhbəri isə adlanır Uc bəyi. Baxın, videoyu qeyd edirsə, keçək növbəti dərsimizə. Aha, əla. Yaxşı. İndi izah edirik Monqolları. Monqollar da bunların hər biri, ümumiyyətlə danışacağım bugünkü dərslərin hər biri Türk dövləti olmuşdur. Və klassik feodalizm dövründə yaranmış Türk dövlətləridir. Yazaq Monqollar. Monqol dövləti yaranmışdır 1206-cı ildə, süqut etmişdir 1368-ci ildə. Paytaxt şəhərləri, birinci paytaxtı Qaraqorun, ikinci paytaxtı Pekin. Pekin deməli Çin ərazisidir. Bu da onların ən böyük səhvi olur. Çünki mərkəzdən paytaxtı aparır Çin dövlətinə və nəticədə mərkəzlə əlaqələr kəsilir. Buna görə də Monqol dövləti çöküş yaşayır. Demək, 1206-da yaranıb, 1368-də süqut edilib. Qeyd. 14-cü əsrin əvvəlində parçalanıb. Bax, bu 14-cü əsrin sonudur. 14-cü əsrin əvvəlində parçalanır, 14-cü əsrin sonunda isə dağılmış olur. Dövləti yaradan əsl adı Timuçindir. Timuçin. Aha. Gəldik. 1206-cı il bir qurultay olur. Qurultay bilirsiniz ki, yığıncaqdır. Bundan əvvəl Mərv qurultayını keçmişdik. İndi də onun qurultayını keçirik. Onun qurultayının nəticəsində 1206-cı ildə bir Monqol dövləti yaranır. Başçısı Çingiz olur, yəni Çingiz xan. Və paytaxtı isə Qaraqorun şəhəri olur. Gələk Çingiz xanın hakimiyyəti dövrünə. Çingiz xanın hakimiyyət dövrü 1206-cı ildən 1227-ci ilə qədər olmuşdur. Necə Makedoniya İskəndər heç bir döyüşdə məğlub olmamışdır. O həmin Türk, belə deyək də, sərkərdəsindən biri də məhz Çingiz xandır ki, heç bir döyüşdə demək olar ki, məğlubiyyəti yoxdur. 1207-ci ildə Şərqi Türkistan və Sibirdə yaşayan bir sıra türk tayfalarını özünə birləşdirir. Bu bir. 1211-1215-ci illərdə sadəcə Şimali Çini işğal edir və Pekini işğal edir. Hələ ki, bu işğal edir. Deməli, Çinin şimalını Çingiz xandan yazıda saxlayın ki, Çin. Deməli, bu mütləq şəkildə Çinə yürüş eləmiş xandır. Şimali Çin uçur və Pekini işğal edir. 1219-1221-ci ildə isə Xarəzmşahlar dövlətini süquta uğratdırır. Xarəzmşah dövlətinin başçısı kimdir? Məhəmməddir. Baxın, biz Azərbaycan tarixində Xarəzmşah Cəlaləddinin keçəcək 1227-ci ildə yürüyüş, 1225-dən 31-ci ilə qədər yürüyüşü var və o 1225-ci ildə məsələn Atabəylər dövlətinə son qoyub. Axı o yazılı saxlayırsa ki, artıq Xarəzmşah dövlətinə əlaqəsi yoxdur. Çünki Xarəzmşahlar dövləti 1221-ci ildə süqut edir. Sadəcə o bir sülalə olaraq qalır. Xarəzmşah məsələn Məhəmmədin oğlu Cəlaləddin. Və bunun dövründə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin var. Hansı ki, bu qaçır və qaçaraq gəlir Hindistan ərazisinə. Monqollar da onları təqib edərək Hindistan ərazisinə gəlib çıxırlar. Deməli, Monqollar, birazdan onsuz izah eləyəcək, Hindistanla müharibələri vardır. Monqol-Hindistan müharibələri. 1921 və 1220-1222-ci ildə isə artıq Cənubi Qafqaz deyəndə əsasən Azərbaycanı nəzərdə tuturuq. Biz hansı ki, bunu Azərbaycan tarixində daha geniş izah eləyəcəyik. Cənubi Qafqaz, yəni Azərbaycana, eyni zamanda İrana yürüşləridir, kəşfiyyat xarakteri daşıyır və 1223-cü ildə isə Kalka döyüşü olur. Yadınızda saxlayın. Kalka döyüşü Rus qıpçaqlarla Monqollar arasında baş vermiş döyüşdür və burada Ruslar məğlubiyyətə uğramışdır. Monqolla Rusda bu söz belə deyək də unudulan hissədə diqqətli olun. Demək, Monqollar gördüyümüz üzrə Çinlə, Xarəzmşahlarla, Azərbaycanla, İranla, Şərqi Türkistan və Sibirə gedib çıxırlar bir hissəsi. Sibir deyəndə tez Rusları yadda salın, Ruslarla, Hindistanlarla hər birinə nə etmişdir? Müharibə aparmışdır. Yaxşı, Çingiz xandan sonra, qoy onu da qeyd edək, Çingiz xanın ən böyük səhvi, bir dənə səhvi var. Bu da onun ən böyük səhvidir ki, ölkəni uluslara bölüb. Uluslar, yəni öz oğlanları arasında bölüb, 4 oğlu arasında bölüb və onlar da artıq dövlətə tabe olmurlar. Hərəsi özünə bir dövlət yaratmaq istəyir. Ona görə də Monqol dövlətinin zəifləməsində bir nömrə vasitə olur. Yəni Çingiz xanın ən böyük səhvi nədir? Uluslara bölməsi. Və Çingiz xanın qanunları var. Bu da adlanır böyük yasa. Ana yasa yox, böyük yasa, fikir verin. Və Çingiz xanın dövründə o biz Mehdi Tanhuda keçmişdik onluq, yüzlük, minlik dəstələr. Burada da elə eyni ona bənzər 10 başı, 100 başı, 1000 başı kimi hərbi sahədə bəzi uğurları var Çingiz xanın.
Və Çingiz xanın nəyə görə soruşsaz ki, ancaq qalibiyyəti var? Demək, bunun yürüşündə bir sıra məqsədlər olur. Gözlənilmədən yürüş etmək, yürüş etməzdən öncə kəşfiyyat işləri aparmaq və düşmənin qüvvəsini parçalamaq. Bir də yürüş elədiyi dövlətlərdə vahid dövlət olmaması, yəni dağınıq halda olması Çingiz xanın uğurlarının başlı səbəblərindən biri olur. Və Monqol dövlətinə ikinci hökmdara gəlir Xubilay xan. Xubilayın hakimiyyət dövrü 1264, səhv eləmirəmsə 94 olmalıdır. Onu səhv eləmirəmsə 64-94 və buna deyə bilərik 13-cü əsrin sonunda hakimiyyətdə olmuşdur və 13-cü əsrin sonunda Cənubi Çini və bununla da bərabərdir bütün Çin. Çünki şimali Çini tutub Çingiz, cənubda Çini tutub Kubilay. Deməli, bütün Çin kimi tutmuş olur Kubilay. Amma Kubilayın dövründə Pekin paytaxt şəhər olur. Görürsünüz, ən sadə bir dərsdir. Peşini tutan Çingizdir, Peşini paytaxt edən Xubilaydır. Şimal Çini tutan Çingizdir, Cənubi Çini tutub, yəni bütün Çini tutan isə Xubilayın dövrünü alır. Və Xubilay dediyimiz kimi ən böyük səhvi odur ki, paytaxtı aparır Çinə köçürür və bu da mərkəzin əlaqələri zəiflətməsindən gətirib çıxarır. Xubilayın dövründə Çində bir imperiya yaranır. Bu imperiyanın adı Yuan imperiyasıdır. Yuan imperiyası 1271-ci ildə yaranıb, 1368-ci ildə üsyan nəticəsində, ona fikir verin, üsyan nəticəsində süqut etmişdir və bununla da Monqol dövlətini yekunlaşdırmış olduq. Qaldı, dövlətin də başına dedik ki, nə durur? Çingiz xan. Gördünüz, xan durur. Baxın videoya. Videonu davam etməz. Aha, yaxşı. Növbəti hissəni də izah edirik. Qızıl Ordu. Qızıl Ordu kimdir? Qızıl Ordu elə Monqolların davamçısı kimi başa düşə bilərik və Çingiz xanın deməli böyük oğlu var, hansı ki Cudi, onun nəvəsi oğlu yaradıb, Batxan yaradıb. Yəni Qızıl Ordunu Çingizin oğlu Cudi, Cudinin də oğlu Batxan, Batxan tərəfindən yaradıb. Bir sözlə Qızıl Ordunu Çingizin nəvəsi yaratmış deyə bilərik. Qızıl Ordu dövləti. Yaxşı, Qızıl Ordu yaranıb 13-cü əsrin 40-cı illərində, 1243 desəz, səhv kimi götürülməz. 1243-cü ildə yaranmışdır. 16-cı əsrin əvvəlində süqut eləmişdir. Ya da bunu belə eləyin, 13-cü əsrdə yaranıb, 16-cı əsrdə süqut eləyib. 16-cı əsrin əvvəlində qeyd, deməli, 15-ci əsrin əvvəlində parçalanıb. Deməli, 14-cü əsrdə parçalanan Monqoldur. 15-ci əsrdə parçalanan Qızıl Ordu dövlətidir. Arasında bir əsr fərq var, fikir verin, diqqətli olun. Qızıl Ordu dövləti necə yaranır? 1235-ci ildə deməli bir qurultay olur. Qurultay Qaraqorum şəhərində keçirdiyinə görə biz buna Qaraqorum qurultayı deyirik. Baxın, onun qurultayı 1206-cı ildədir. Qurultay yəni yığıncaq. O qurultayda paytaxt Qaraqorum olan Monqol dövləti yaranır. Amma Qaraqorum qurultayında isə qərara alınır ki, Monqolların bir qrupu gedək Avropaya çıxaq. Yəni cənub-şərqi Avropaya və yaxud da deyə bilərik ki, gün batan ölkələrinə gedək yürüş eləyək. Yəni bu qurultayın qərarıdır. Və bu qurultayın da rəhbəri olur Batı. Batı kim oldu? Çingiz xanın nəvəsi və yaxud da Çingizin oğlu olan Cudinin oğlu olmuş oldu. Batı xan yürüş eləyir. Və bu Batı xan yürüşündə hansı işləri görür deyək. Deməli, qarşısına İdil Bulqarlar çıxır. İdil Bulqarların məğlubiyyətə uğradır. Macar, Çex, Almaniya bu qoşunların hamısını məğlubiyyətə uğradır. Eyni zamanda Rusları məğlubiyyətə uğratmış olur. Və bundan sonra yürüşünü dayandırır. Səbəb nədir? Hər bir şeyin səbəbi var. Səbəb odur ki, deməli, Böyük xan ölür. Böyük xan öləndə bütün o xanın övladları, yaxınları orada iştirak etməlidirlər ki, görək növbəti xan kim olacaq. Və Batı xan da ona görə geri qayıtmır. Bir də əsgərləri artıq yorulmuşdu. Və Batının tutduğu ərazilərdə də üsyanlar baş vermişdi. Yəni 3 səbəb. Batının tutduğu ərazilərdə üsyan baş verməsi, Böyük xanın ölməsi və əsgərlərin yorulması. Əsgərlərin yorulması sizə bir də Makedoniya İskəndərin Hindistana yürüşünü xatırlatmalıdır məncə. Buna görə Batı xan yürüşünü dayandırır və geri qayıdır. Geri qayıdanda deyir ki, elə mən İdil çay sahilində öz adına bənzər, yəni Saraybatı adlı bir şəhəri salaraq Qızıl Ordu dövlətini yaradıcısı olur. Yəni getmir də həmin əraziyə. Sadəcə orada dövlət yaradır 1243-cü ildə. İndi Batının hökmdar olaraq gördüyü işlərə baxaq. Yazaq Batı xan. Demək nədir? Təxminən 1243-cü ildə dövləti yaratdı. Dövləti yaratdıqdan sonra məhz Rusları tabe etdi. Demək, Rusları məhv edən kimdir? Batı xandır. Çingiz xandan Batı xanın oxşar xüsusiyyəti nədir? Ruslardan mübarizə. Monqol Qızıl Ordunun oxşar xüsusiyyəti nədir? Rusları məğlubiyyətə uğratmaları. Yaxşı, bu belə. Daha sonra nə deyirik? 13-cü əsrdə, burada qeydimizi birində yazaq. 13-cü əsrin sonunda
artıq Qızıl Ordu Monqollardan ayrılaraq müstəqil olur, ayrılır və müstəqil olur. Deməli, 13-cü əsrin əvvəlində Qızıl Ordu dövləti yaranır. 13-cü əsrin sonunda artıq deyir ki, biz Monqollara deyir, biz sizə tabe deyilik və müstəqil dövlətik. 13-cü əsrin sonunda deyir. 15-ci əsrdə nə olur? Parçalanır. 16-cı əsrdə isə dağılmış olur. Əsrlərə fikir verin. Qızıl Orduda biraz əsrlər var. Batı xandan sonra Özbək xandan danışaq. Özbək xanın dövrü 2025-ə qəbul sualına düşmüş belə deyək sualdır. Hakimiyyət dövrü 1313-cü ildə ümumiyyətlə hakimiyyətə gəlir. 1313-1343 olmalı səhv etmirəmsə, 13-cü ildə. Deməli, buna biz deyə bilərik ki, 14-cü əsrin əvvəlində hakimiyyətə gəlmişdir. 1312, əsas bunu yadda saxlayın. Deməli, Özbək xan nə edir? Özbək xan dövründə türkləşmə prosesi başa çatır. Yəni, Qızıl Ordu dövlətinin demək, əsasən türkləşmə prosesi başa çatmış olur və İslam dinini qəbul edir. Məsələn, testə düşmüşdü 2025-də Qızıl Ordu dövlətində İslam dininin qəbul edilməsi neçənci əsrdir? 14-cü əsrin əvvəli, ilində desək, onlar lap əlatı 1313. Türkləşmə və İslam dininin qəbul edilməsidir. Bir də Hülakilərlə mübarizəsi var. Bunu Azərbaycan tarixində keçəcəyəm. 1335-ci ildə Hülakilərlə mübarizəsi var. Azərbaycana yürüşüdür. Bu Özbək xan bitdi. Qeyd nə veririk? 1300 deməli 57-ci ildə Canı bəy var. Canı bəy 1357-ci ildə bu Hülakilər dövlətinə son qoyan şəxsdir. Demək, Özbək 1335-ci ildə Azərbaycan ərazisinə gəlir, mübarizə aparır Hülakilərlə. 1357-ci ildə isə Canı bəy gəlir və Hülakilər dövlətinə son qoyur. Yaxşı, 1359-cu ildə artıq Cuci nəsli bitir. Cucinin sülaləsi bitir və yeniləşmə olur. Nə vaxt? 1359-cu ildə. Bir də deyirəm, 13-cü əsrin əvvəlində dövlət yaranıb, 13-cü əsrin sonunda Monqollardan asılılıqdan çıxıb, 1359-cu ildə isə Cucilərin ölkədən tamamilə, yəni Cuci sülaləsinin artıq dəyişilməsi, yeni bir sülalənin əvəz olunmasıdır. Daha sonra nə baş verir? Buna fikir verin, 1380 Kulikova döyüşüdür. 1380 üstünə 100 gəldim, 1480. Bu isə Uqra görüşüdür. Kulikova döyüşündə Qızıl Orduda bu dövlət başçısı deyil, sadəcə sərkərdədir. Mamay xan, adına gülmürük. Mamay xan, Uqra görüşündə isə Əhməd xandır. Bu xandır, Əhməd xan. Amma Mamay, dediyim kimi, sərkərdədir. Kimlər arasında olub? Qızıl Ordu və Moskva knyazlığı arasında olur. Yəni Ruslarla. Qızıl Ordu və Moskva arasında. Hər ikisində də Qızıl Ordu məğlubiyyətə uğramış olur. Deməli, 1380 Kulikova, 1480 Uqra görüşüdür. Mamay sərkərdədir, Əhməd xandır. İkisi Qızıl Ordudur, Qızıl Ordu başçılardır. Bu tərəfdə isə Ruslardır. İndi nə deyir? Kulikova döyüşündə, məsələn, Batı xan nə eləmişdir? Rusları özünə tabe eləmişdir, düzdürmü? Kulikova döyüşündə Ruslar Qızıl Ordunun tərkibindəki asılılıqdan çıxır. Uqra görüşündə Rusların Qızıl Ordunun tərkibindən asılılığından çıxmasına bir dəfəlik son qoyulur. Bax, bunu yadda saxlayın. Deməli, Ruslar Qızıl Ordunun tərkibindən çıxır. Burada isə Rusların Qızıl Ordunun tərkibindən çıxmasına bir dəfəlik son qoyur. Artıq yəni Ruslar Qızıl Ordunun tərkibinə heç vaxt daxil olmayıb. Elə yada saxlayırıq. 1380-1480. Yaxşı, bir dənə də xanımız var. Əsası məhz budur. Toxtamış. Toxtamışın dövründə nə baş verir? 1382-ci ildə Moskva şəhərini yandırır və Rusları tabe edir. Deməli, Batı xan Rusları tabe elədi. Mamay xanın dövründə Ruslar tabelikdən çıxdı, baxın 80-də. 2 il sonra Toxtamış yenidən tabe elədi. Əhmədin dövründə yenidən Ruslar çıxdı. Əhmədin Mamay, bax Əhməd Mamay, Əhmədin maması belə yadda saxlayın. Əhmədin maması bir filmimizdə var, Əhmədin anası. Bax oradan yadda saxlayın. Əhməd Mamay ancaq məğlub olur Ruslara. Batı ilə də Toxtamış ancaq qalib gəlir Ruslara. 1385-ci ildə Toxtamış Azərbaycana yürüş edərək Təbriz şəhərini işğal edir. Bunu yadda saxlayın. Və 1385-95-ci ildə bir döyüş olur, Terek döyüşüdür. Terek döyüşü kimlər arasındadır? Toxtamışla Əmir Teymur arasındadır. Yəni Teymurlər dövlətin başçısı. Və təbii ki, Toxtamış məğlubiyyətə uğrayır və Teymurlər qalib gəlmiş olur. Toxtamışı hakimiyyətə gətirən Əmir Teymurdur. Teymurlər dövlətinin başçısıdır. O hakimiyyətə gəlir. Sonra Toxtamış ona tabe olunur. Və buna görə də aralarında bir döyüş olur. Hətta bu Terek döyüşündə Əmir Teymurun yanında bir şəxs var, 1-ci İbrahim. Biz bunu Azərbaycan tarixində çox bəhbəhlə keçəcəyik bu İbrahim haqqında. Bir neçə sifəti var. O haqqda sizə məlumat verəcəm. İbrahimlə Teymur bir tərəfdədir, Toxtamış bir tərəfdədir. Terek döyüşündə. Görürsünüz, Azərbaycanlılar da Terek döyüşündə iştirak eləmişdir. Yadınızda saxlayın.
Hə, terakt döyüşü nəticəsi nə oldu? Qızıl Ordunun şərq hissəsi itirildi və paytaxtı, saray artıq batdı demirik. Saray Bərçə şəhəri də nə oldu? Əmir Teymur tərəfindən işğal edilmiş oldu. Bu Qızıl Ordu haqqında məlumatlar. Bir də ümumiləşdirəm. Batı-xanla Toxtamışın ortaq xüsusiyyəti ruslara tabedir. Əhmədin maması nə edir? Əhməd Mamay nə edir? Ruslar bunların tabeliyindən çıxır. Yəni məğlubiyyətə uğrayırlar. Özbaş xan ən yaxşı xanıdır. Türkləşmə prosesi, İslam dini qəbul edir və yurttaşlarla mübarizəsidir. Ümumiyyətlə yurttaşların varlığından sonra isə kim oldu? Canı bəy oldu. Yaxşı, Qızıl Ordunun bir-iki cümlə deyim, videomuzu yekunlaşdıraq. Deməli, dövlətin başında dedik kim durur? Xan, bayaqdan danışırıq. Xan durur. Ali məşvərətçi orqan, yəni səs verən, məsləhət verən ali məclisdir. Sonra burada bizim Tarxanımız var və Baskaq. Tarxan yarlıq alan şəxsdir. Necə yəni yarlıq? Yarlıq bir kağızın adıdır. İcazə sənədi deyirik biz ona. Yəni Tarxan o icazə sənədini alır deyə vergi vermir. Elə bir icazə sənədi, məsələn gəlirlər deyirlər ki, vergini ver, icazə sənədini göstərir, deyir ki, mən icazə eləyəndə, yəni mən vergi vermirəm. Yarlıq alır və vergi vermir. Kim Tarxan? Baskaq isə vergini yığan şəxsə deyilir. Bir də burada baş vəzirimiz var. Mülki işlərə baxır. Bəylərbəyi isə deməli, baş vəzirimiz mülki işlərə baxır, Bəylərbəyi isə hərbi işlərə baxır. Üst dövlətimizi bitirdik, qaldı digər üst dövlət.